Beliniz ağrıyırsa dərhal disk yırtığıdır deyib qorxmayın. Bunu sadə şəkildə göstərək, bu fəqərə arası disklərdir. Hər hansı bir səbəbdən diskin xarici qişası fibroz həlqə zədələndikdə, onun daxilində olan jeleyə bənzər hissə, yəni pulpoz nüvə kanala doğru çıxır və siniri sıxır. Siniri sıxdığı yerdən, yerləşmə yerindən asılı olaraq xəstəyə əlamətlər verir. Bu əlamətlər ətraflara yayılan ağrı, keymə və digər nevroloji əlamətlər ola bilər. Hətta yırtıq olsa belə, bu o demək deyil ki, dərhal əməliyyat olunmalısınız. Disk yırtığı sadəcə sinirin sıxılmasıdır və bu sıxılmanı aradan qaldırmaq mümkündür. Disk yırtığının müalicəsi üçün xəstənin vəziyyətinə görə seçilən fərdi kompleks yanaşma olmalıdır. Müalicə inteqrativ tibbin müxtəlif müalicə üsulları və fizioterapiya reabilitasiya yolları ilə aparılır. İnteqrativ tibbdə məqsəd yalnız ağrını müvəqqəti aradan qaldırmaq deyil. Məqsəd orqanizmin özünü bərpa və regenerasiya qabiliyyətini dəstəkləyərək sağalmanı əldə etmək və həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Bir çox hallarda bu xəstəliyi fəsadsız və əməliyyatsız aradan qaldırmaq mümkündür. Ağrılarınızı dözülməz etməyin.